Bu dəfə qardaşın sənə bir dənə həyət evi tapıb ki, fulu da, yəni full dolu əşyalı, kupçalı, ipotekaya yararlı, qiymət isə bal kimi bir qiymətdir əzizləyicilərimiz. Qonaq otağından təqdimata başlamışam ki, baxın, bu bina evi deyil, həyət evidir. Yenə deyirəm, həyət evi 120 kvadrat, kupçası hazır əldə, ipotekaya yararlı. Bir dənə söz deyim, gözlüyüm qardaşı çölün göstərsin, sonra içərisini tam göstərəcəm. Getdik. Qəşəng, səliqəli, güllü, çiçəkli həyətimiz var. Həyətə maşın daxil olur, dəyərli izləyicilərimiz. %100 daxil olur. Burada görünən bu dəmir şkaflar yığılıb. Dəmir şkaflar. Görürsünüz? Bu dəmir şkaflar yığılıb, qəşəng. Harası bahalıdır dəmir şkaflar. Bunu götürsünüz, problem yoxdur. Yəni, bura rahatsızlığın nə istəyən, bütün artıq əşyalarını yox. Evin fasadını göstər. 2 mərtəbə, 4 otaq. Köhnə tikilidir. Köhnə. Yenidən reservasiya işləri görülməyib. Çünki bu evdə bir gün belə olsun yaşayış olmayıb. Yəni gəliblər, yığıblar üçün, adam burada yaşamır. Deyir, mən bu evimi satıram. Ehtiyacım yoxdur. Bax, görürsünüz, manqalı da hamısı evin içərisində. Deyir, istəmirəm də, qardaş, mən yaşayan yoxdur. Yığmışam hazır için, özüm də usuyam. Hər şey də var evin içərisində, hər şey. Gəl bura. Buradan ehtiyatlı başın dəyməsin. Bunu qoyublar ki, uşaq turnik zad eləsin burada. Mətbəx, bax görsən, səliqəli. Hər şey qaydasında. Qoşadaşla tikilib, tam təmirlidir. Keç ora. Dəhlizi görsən necə geniş. Bir dənə zalın göstər. Belə, qəşəng səliqəli. Göstər. Məni göstərmə, zalı göstər. Qurban olum. Bu nə çəkir bilmirəm. Cəmaatın başını fırlatma. Bax, gəldim buradan qardaş. Baba o. Zalı baba. Zala bax. Gör nə gözəldir. Geniş bir dənə zal. Bu evi alana, qəşəng hədiyyələrimiz olacaq. Bir dənə də mən operator hədiyyə verim ki, çəkə bilsin bu ev eşiyi. Bunun pləkanları, çox evlərdə məsələn pləkanla qalxanda sirkələnmə olur. Bunun pləkanlarında qram sirkələnmə yox. Çünki monolit betondur bu hissələr hamısı. Qalxaq 2-ci mərtəbəyə doğru. Gəlmirsən? Gəl 2-ci mərtəbəyə. 2-ci mərtəbədən hamamsan uzun istifadə olunmur. İndiyə kimi də istifadə olunmuyub. Geniş dəhliz sistemi. Bir yataq otağı. Deməli, əzizləyicilərimiz, söhbətimiz şirin getdi. Nə deyəcəkdim mən sizə? Bir dənə uşaq otağının şirinliyinə baxın. Allah hər evə gözəl bir uşaq qismət eləsin. Görün nə qəşəng, səliqəli. Deməli, gəldik o əsas məsələyə. Yəni, qiymətə. Bir dənə yataq otağını göstər. Bahalı mebellər zaten. Hamısı, hər şey qaydasındadır. Balkona çıxmaq üçün yerdir. Raşotkasında hər şey var. Kondisioner nə qədər istəsən var bu evdə. Bir dənə sizə qardaşı söz etsin. Deməli, istəyirsənsə əşyasız verim, sən əşyalı. Deyirsənsə əşyan var, mən bu ev sənə 93 təklif eləyirəm. Yox, əgər bu əşyaları bəyənirsənsə, bununla istəyirsənsə, 114.500 deyirəm, gəlirsən, danışıb razılaşırıq. Dövlət ipotekası alınmış müştərilərimiz üçün gözəl fürsət. İpoteka hazırdır, gəl al. Xırdalan şəhəri, Avpark yaşayış kompleksindən yaxın bir məsafədir. Deməli, avtovağzal Xocəsən metrosuna gedən avtobuslar evin cəmi 50 metrliyinə keçir. Sağ olun, qulluğunuz yox.